əmələ gəlir. Neynir? 8 hüceyrə əmələ gəlir. Bu zaman 8 hüceyrə var, 8 N-də xromosom dəsti var. Mərkəzi hüceyrə əmələ gələndə bunun ikisi birləşir, bir dənə mərkəzi hüceyrə əmələ gətirir. Bu zaman bunlar məhv olurdu. Onda nə olur? 3'ü yuxarıda, 3'ü aşağıda, biri ortada olan 7 hüceyrə olur. Bax, 3'ü yuxarıda, 3'ü aşağıda. 7 hüceyrə olur, amma 8 N xromosom dəsti olur. Düz demirəm? Bəli. Ayşə, bu amma erkəklərdə bölünəndə dediyi veqetativ nüvə var, generativ nüvə var, tolcuq borusu əmələ gəldi. Sonra generativ nüvə bölünüb 2 dənə sperm əmələ gətirmişdi. Düz demirəm? Generativ nüvə bölündü 2 sperm əmələ gətirdi. Spermlər erkək qamətlərdir. Nədir? Spermlər erkək qamətlərdir. Bir var spermi, bir var da spermatozoid. Dedik ki, hərəkətli olan, yəni başcıq, boyuncuq və qamçıdan ibarət olan spermatozoid idi. Amma qamçısı olmayan, hərəkətsiz olan isə sperm idi. Ailə sporlu bitkilərdə və əsasən heyvanlarda olur spermatozoid, yəni qamçılı olur. Amma çiçəkli bitkilərdə və yaxud da çılpaq toxumlarda bunlarda oldu sperm, yəni qamçısız olurdu. Çiçəkli bitkilərdə 2 qat mayalama prosesi baş verir. Çünki 2 dənə spermi var. Bu 2 dəfə mayalanmada iştirak edir. Dediyim müəllimə 2 dənə spermi daxil oldu. Spermi qametdir. Qamet olduğuna görə xromosom dəsti haploiddir. Yəni N-dir. Nədir? Haploiddir. İndi məsələ qayıt deyirəm. Spermilər daxil olub, amma mayalanma hadisəsi baş verməyib. Spermlər daxil olub, mayalanma hadisəsi baş verməyəndə neçə hüceyrə oldu? Olsa burada 7 hüceyrə var idi. Düz demirəm? Bəli, müəllim. Daxil oldu 9 hüceyrə. Nə oldu? 9 hüceyrə, amma xromosom dəsti nə qədər olacaqdır? Və nə demişdik? 1N, 2N, 3N, 4, 5, 6, 8N xromosom dəstin var idi. İkisi daxil oldu. Nə oldu? Oldu 10N xromosom dəsti. Yəni spermlər daxil olmamışdan qabaq 7 hüceyrə, 8N xromosom dəsti var idi. Spermlər daxil olanda nə oldu? 9 hüceyrə, 10N xromosom dəsti oldu. İndi bu spermlər daxil olub nə edir? 2 qat mayalanmanı həyata keçirdir. 2 qat mayalanma nə idi? Mayalanma nədir? Bu sperminin biri, N xromosom dəstinə malik olan sperminin biri. N xromosom dəstinə malik olan ən yaxşı bir yumurta hüceyrə mayalanır. Nə əmələ gətirir? Zigot. Yəni 2N olan zigot əmələ gəlir. N-lə N zigot. Zigot da bölünüb çox hüceyrələr şey əmələ gətirir deyə, zigot da 2N ola bilər, zigot da deyə bilərlər, çox hüceyrələr şey də deyə bilər. Olur olsa 2N. Bu oldu birinci mayalanma. Yəni sperm ilə yumurta hüceyrənin birləşmə hadisəsi mayalanma hadisəsi idi. Məhsulu da oldu zigot. İkinci spermi nə ilə birləşirdi qızım? İkinci spermi də gəlib mərkəzi hüceyrə ilə birləşirdi. Nə yazıram onda? Yazıram N xromosom dəstinə malik olan spermi, üstəgəl N2N mərkəzi hüceyrə ilə birləşdi. Nə əmələ gətirdi? 3N endosperm. Endosperm. 3N olan endosperm. Endosperm toxumun hissəsidir. Endosperm özündə eritək qida maddəsi toplayan toxumun hissəsidir. Düz demirəm? İndi bu oldu 2 qat mayalanma hadisəsi. İndi mən sənə sual verirəm. 2 qat mayalanmada neçə dənə qamət iştirak elədi? 3 dənə. Bir spermi, bir yumurta hüceyrə, ikinci spermi. Yəni 2 dənə sperm iştirak elədi, bir yumurta hüceyrə iştirak elədi. Bunlar qamətdir, qamət. Spermilər erkək qamətdir, yumurta hüceyrə dişi qamətdir. Mayalanmada 3 dənə qamət var. Amma 4 dənə hüceyrə var. Çünki mərkəzi hüceyrə qamət olmasa da bir də mərkəzi hüceyrə. Bəli, mayalanmada 4 dənə hüceyrə iştirak elədi. Bəs mayalanmada iştirak edən hüceyrələrin nə qədər xromosom dəsti var? Mayalanmada iştirak edən hüceyrələrin 5N xromosom dəsti var. Bəs desəm mayalanmada iştirak edən qamətlərin nə qədər xromosom dəsti var? Qamət desəm mərkəzi hüceyrəni soruşmuram. 3 dənə hüceyrə olduğuna, 3 dənə qamət olduğuna görə 3N-də xromosom dəsti var. Gördün? Amma hüceyrə desəydim 4 hüceyrə 5N xromosom dəsti olardı. Oldu qızım. Mayalanmadan nə əmələ gəldi? 2 qat mayalanmadan nə əmələ gəldi? Zigotla endosperm. Yəni mayalanmanın məhsulu 2 dənədir. Bir zigot, bir endosperm. 2 dənə əmələ gəldi. Amma xromosom dəsti nə qədərdir? 2N, üstəgəl 3N
bərabərdir 5-in. Bəli, bu oldu iki qat mayalanma hadisəsi. Sən gördün qızım, spermin biri bunu mayalandırdı, biri bunu mayalandırdı. İndi gördün bunlar da iştirak elədi. Bəs mən sənə sual versəm, bəs mayalanmada iştirak eləməyib, məhv olan nə qədər hüceyrə, nə qədər xromosom dəsti olacaq? 1, 2, 3, 4 nə? 5. 6 dənəsi var idi. Biri gəldi mayalandı boyundan. 3'ü yuxarıda, 3 aşağıdaydı onsuz da. Deyirsən müəllimə biri mayalandı deyə 5 dənəsi mayalanmada iştirak eləmədi. Çünki burada 3 yuxarıda, 3 aşağıda, 1 aşağıda. 7 dənə hüceyrə var idi onsuz da. Mərkəzi hüceyrə də mayalandı. Bu yumurta hüceyrə də mayalandı. Neçəsi qaldı? 5'i. 7 çıxsın 5 hüceyrə. Onların da hər birinin N xromosom dəsti olduğuna görə 5 N xromosom dəstinə malik olanda xromosom dəstinə malik olan hüceyrə iştirak eləmədi. Oldu qızım. Başa düşdün?